Bir nəfər gəlir İmam Malik rahimehullah'a sual verir ki, ey İmam Malik rahimehullahu teala. Yəni mən hardan ehrama gedim? Yəni ümrəyə getmək istəyir və yaxud da həccə getmək istəyir. Soruşur ki, mən hardan ehrama girim? Ehram da bilirik də, yəni nədir? Təlbiyə gətirmək. Qulun, insanın, yəni həccə, ümrəyə gedən bir kəsin təlbiyə gətirməsi ki, ləbbeyk Allahumma ümrətən deməsi, yəni ümrəyə girsə və yaxud da həccə gedirsə, bu cür təlbiyə etməsi. İmam Malik rahimehullah deyir ki, Mədinə əhlinin miqatı haradır? Deyir ki, Zülhüleyfədən ehrama gir. Və həmin kişi deyir ki, mən Allah Rasulunun sallallahu aleyhi və səlləmin məscidindən ehrama girmək istəyirəm. Həmin kişi İmam Malik rahimehullah'a sanki etiraz edir, deyir ki, mən Allah Rasulunun sallallahu aleyhi və səlləmin məscidindən ehrama girmək istəyirəm. İmam Malik rahimehullah deyir ki, bunu etmə. Yəni sən Zülhüleyfədən ehrama gir. Və həmin kişi deyir ki, yəni burada nə var ki, subhanallah, yəni burada nə var ki? Və həmin o bidət edən insanlar da görürsən, deyirlər ki, yəni burada nə var ki, yəni ibadətdir də, burada nə var ki? Və həmin kişi də deyir ki, yəni burada nə var ki, əksinə mən Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm belə baxanda Muhammed sallallahu əleyhi və səlləm məscidi daha əfsəldir, yoxsa Zülhüleyfə hansı daha əfsəldir? Muhammed sallallahu əleyhi və səlləm məscidi daha əfsəldir. Lakin nədir? Ehrama hardan girmək daha əfsəldir? Daha doğrudur, daha düzgün Zülhüleyfədən. Yəni həmin kişi ağlını işlədərək deyir ki, mən elə bu fəzilətli yerdən ehrama girərəm də. Yəni həm ehrama girirəm, həm də fəzilətli yerdən nə edirəm? Ehrama girərəm. Həm də fəzilətli yerdən ehrama girərəm. Və İmam Malik rahimehullah da bunu ona qadağan edərək deyir ki, etmə deyir. Sən bunu etsən deyir, mən sənin üçün fitnədən qorxuram. Yəni sənin fitnəyə düşməyindən qorxuram. Və həmin kişi deyir ki, yəni burada nə fitnə ola bilər? Mən hansı fitnəyə düşə bilərəm ki, həmin kişi yəni bu İmam Malik rahimehullah'a etiraz edib deyir ki, mən yəni nə fitnəsinə düşə bilərəm axı? Mən peyğəmbərin məscidindən ehrama girmək istəyirəm. Burada nə fitnə var? Allah Rasulü sallallahu əleyhi və səlləmin əmrinə müxalif olmağı İmam Malik rahimehullah ona gətirir. Deyir ki, yəni sən yəni bundan daha böyük, daha əzəmətli fitnə nə ola bilər ki? Sən elə zənn edirsən ki, Allah Rasulunun sallallahu aleyhi və səlləm xeyirdə qabaqladın. Yəni sən Allah Rasulunun sallallahu aleyhi və səlləmi xeyirdə qabaqlamağı iddia edirsən. Bundan böyük nə fitnə ola bilər? Bundan böyük hansı fitnə ola bilər? Və sonra Allah subhanahu taala bu ayəsini oxuyur ki: "Fəlyəhzərillezine yuxalifuna an əmrihi an tusibahum fitnetun aw yusibahum azabun alim." Yəni peyğəmbərin əmrinə müxalif olanlar qorxsunlar, həzər etsinlər nəydən? Onlara baş verəcək fitnədən və yaxud da onlara baş verəcək ağrılı, acılı əzabdan qoy həzər etsinlər, çəkinsinlər.